Bir daha sizi salamlayıram. Şəbəkənin əsaslarının ikinci mövzusundayıq artıq. Burada biz lokal şəbəkə haqqında danışacağıq. Şəbəkə haqqında bundan bir öncəki dərsdə ümumi olaraq məlumat verdik. Artıq lokal şəbəkə nədir? Bunu keçdikdən sonra isə biz WAN haqqında danışacağıq. Hansı ki, Wide Area Network tərcümə olunur. Local Area Network isə LAN-ın ümumi açılışıdır. LAN evdən tutmuş böyük korporativ binalara qədər lokal şəbəkələrin quruluşu və komponentlərini özündə ehtiva eləyir. Deməli, LAN nədir? Ev, ofis binası və ya məktəb kimi məhdud coğrafi ərazini əhatə edən kompüter şəbəkəsidir. Deməli, burada nə nəzərdə tutulur? Məsələn, bunun haqqında inşallah detallı danışacağıq. İnternet məsələn bizim bildiyimiz ən böyük şəbəkədir. Ancaq deyək ofisinizdə sizin bəzi daxili məlumatlarınızın ötürülməsi lazım olur və yaxud hansısa bir məlumatlar sizdə fiziki şəkildə saxlamaq lazım olur. Deyək ki, bunu internet çıxışının olmağını istəmirsiniz ki, müəyyən hücumlara qarşı belə deyim, təhlükəli olmasın. Bunun üçün biz lokal şəbəkədən istifadə eləyirik. Lokal şəbəkə bu şəkildə də siz nəzərdə tuta bilərsiniz ki, yəni bu şəkildə kimi olur. Daha geniş versiyalar da mövcuddur. Lokal şəbəkənin məqsədi nədir? Əsas üstünlükləri nədir? Və nə üçün istifadə olunur? Bunun haqqında da biraz qısaca danışaq. Deməli, deyək, siz bir ofis işçisiniz, ofisinizdə 8 nəfər var. Müxtəlif sahələrdən işləyən adamlardır bunlar və sizin deyək bir storage'iniz var, hansı ki bu storage'də müəyyən məlumatlar ehtiva olunur. Bunun içində mühasibatlıq məlumatları ola bilər, IT ilə bağlı bəzi digər detallı məlumatlar ola bilər. Bu məlumatların isə internetə çıxışı yoxdur, çıxmağına ehtiyac da yoxdur. Bu sizin gündəlik həyatda istifadə etdiyiniz ümumi belə deyim adətlərdir. Bunun üçün lokal şəbəkədən istifadə olunur. Lokal şəbəkədə siz digər cihazlarla əlaqədə olaraq, sizin şəbəkənizin daxilində olan cihazlarla əlaqədə olaraq eyni şəkildə həmin serverdən məlumatlarınızı çəkə bilərsiniz. Dostlarınıza internetə çıxmadan birbaşa məlumat ötürə bilərsiniz. Bunun üçün lokal şəbəkədən istifadə olunur. Lokal şəbəkənin əsas üstünlüyü nədir? Yüksək sürətdir. Yəni daxili ötürmə sürəti çox yüksək olur. 100 megabitdən 10 gigabitə qədər dəyişə bilir. Ancaq məhdud ərazidə olur. Yəni bir bina və yaxud kampus daxilindəki cihazları birləşdirir. Artıq bir neçə bina olduqda və yaxud bir neçə kampus özündə ehtiva etdikdə bu artıq Wide Area Network-ə girmiş olur. Bunun haqqında inşallah birazdan detallı danışacağıq. Lokal Area Network-də isə vahid idarə etmə olur. Yəni ən böyük üstünlüklərindən də biri odur ki, adətən bir təşkilat və yaxud şəxs tərəfindən idarə olunur. Daha sonra biz gələk LAN-ın əsas komponentlərinə. LAN-ın əsas komponentləri şəbəkə kartlarıdır. Şəbəkə kartları ümumiyyətlə bildiyiniz kimi bütün cihazların internetə bağlanmaq üçün, şəbəkəyə bağlanmaq üçün istifadə etdiyi fiziki kartlardır. Burada da qeyd olunub kompüterləri şəbəkəyə fiziki olaraq qoşan aparat komponenti. Daha sonra kabellər istifadə olunur. Yəni lokal şəbəkədə böyük üstünlük olaraq kabellərdən istifadə olunur. Ethernet kabelləri burada nəzərdə tutula bilər. Məsələn, Cat 5, Cat 6, Cat 7-də hal-hazırda artıq mövcuddur. Cat 8-də səhv etmirəmsə artıq çıxıb və yaxud çıxmaq üzrədir, belə deyim. Bu kabellərdən təsnifatına görə istifadə olunur və yaxud fiber optik kabellərdən istifadə olunur. Bu kabellərin fərqləri nədir? Bunların ötürücülük qabiliyyətləri və belə deyim, istifadə etdikləri yerə görə təsnifatlara bölünürlər. Bunun haqqında detallı danışmayım. Sadəcə bilin ki, kabellər LAN-da istifadə olunan əsas komponentlərdən biridir. Daha sonra hub mövcuddur. Hub bizim şəbəkədə istifadə etdiyimiz əsas cihazlardan biridir. Məlumatları bütün portlara yayan sadə, köhnə tipli cihazdır. Switch nədir? Switch məlumatı yalnız lazımi porta yönləndirən ağıllı cihazdır. Deməli, hubla switch gördüyünüz kimi bir-birinə oxşuyur, ikisi də məlumatı ötürür. Ancaq biri lazımi porta yönləndirir, biri isə bütün portlara yayır. Ona görə də məsələn xalq belə deyim, ümumi olaraq görərsiniz ki, məsələn, iş yerlərində və s. rastlaşmış olarsınız ki, hub-a tupoy switch deyirlər. Yəni hubla switchin əslində tək fərqi hub'ın switchin beyninə sahib olmamağıdır. Ona görə hub əsasən physical layer'da işləyir, bayaq OS modelində izah etdiyimiz kimi. Switch isə daha çox ikinci və ya üçüncü layer'larda fəaliyyət göstərə bilir. Hub'da məsələn deyək ki, 8 dənə avadanlıq hub'a qoşulub, bir məlumat ötürülən zaman bu məlumat bütün cihazlara ötürülür. Bu da çox vaxt bizim üstünlük vermədiyimiz bir şeydir. Ona görə hub'lar daha çox kamera quraşdıran zaman və yaxud access point quraşdıran zaman ola bilsin ki, istifadə olunsun. Access point nədir? Wi-Fi tipli avadanlıqlarda şəbəkəni bölmək üçün istifadə olunan avadanlıqlardır. Switch isə daha çox hansı şəraitdə istifadə olunur? Switchdən bir neçə hub atıla bilər. Switchdə ümumi idarə etmə mümkündür və yaxud hansı məlumatın hara göndəriləcəyini idarə etmək istəyiriksə, bu zaman switchdən istifadə eləyirik. Qaranlıq bir yer qalsa eyni şəkildə kommentlərdə yaza bilərsiniz. Ancaq bunları onsuz da çox da belə detallı bilməyinizə ehtiyac yoxdur. Kiber təhlükəsizlikdə biz bunlarla çox belə deyim fiziki olaraq əlaqədə olmuruq. Daha sonra gərək biz router'a. Router nədir? LAN-ı internetə və yaxud digər şəbəkələrə birləşdirən cihazdır. Yəni siz deyək ki,
bir lokal şəbəkə yaratdınız. Bu lokal şəbəkədə məlumatlarınızı ötürdünüz, amma eyni şəkildə internetdən də müəyyən qədər bir məlumat əldə etməlisiniz. Bunu siz router vasitəsilə icra edə bilərsiniz və yaxud digər departmentlərə bölmüsünüz. Hər bir departmentin özündə lokal şəbəkələr mövcuddur. Bunları bir router vasitəsilə də bir-birlərinə birləşdirə bilərsiniz. Bu da yəni bir departmentin içində bir neçə lokal şəbəkənin birləşməsini özündə ehtiva eləyəcək və yaxud router vasitəsilə də siz birbaşa internetə çıxış əldə eləyib, eyni şəkildə internetlə də özünüzü təmin eləyə bilərsiniz. Gördüyünüz 3 avadanlıq istənilən şəbəkədə istifadə olunan əsas belə deyim fundamental avadanlıqlardır. Şəbəkədə bir çox müxtəlif avadanlıq var. Bayaq qeyd etdiyimiz kimi access point-lər ola bilər. Daha sonra daha irəli səviyyə getdikdə artıq böyük qurumlarda istifadə olunmağı üçün şassilər ola bilər və yaxud buna bənzər bir neçə avadanlıq ola bilər. Amma qeyd etdiyim kimi bunu biz detallı bilməyimizə ehtiyac yoxdur. Sadəcə ilkin məlumatınız olsa bu haqda kifayət eləyir. Daha sonra biz gələk LAN topologiyalarına. LAN-da 4 əsas topologiyadan istifadə oluna bilər. Şin topologiyası mövcuddur. Gördüyünüz kimi bu formada avadanlıqlar bir-birinə quraşdırılır. Tək xətt vasitəsilə birbaşdan birbaşa məlumat ötürülür. Bu zaman bütün cihazlar tək bir kabel xəttinə qoşulmuş olur. Ondan sonra ulduz topologiyası var. Ən çox istifadə olunan topologiyalardan biri eyni şəkildə ulduz topologiyasıdır. Yəni star topologiyası sözünün tərcüməsidir. Bütün cihazlar mərkəzi kommutatora, yəni switch-ə qoşulur. Bunun üçün də idarə etmə və məlumatın təhlükəsizliyi daha yaxşı şəkildə təmin olunur. Məsələn, şin topologiyasında bir məlumat ötürülən zaman həmin kabel qoşulu olan bütün avadanlıqlar arasında bölünür. Ulduz topologiyasında isə belə deyil. Məlumatın kimə ötürüləcəyini switch artıq burada qərar verir və daha təhlükəsiz və vahid bir idarə etmə sistemi vasitəsilə idarə oluna bilir. Daha sonra halqa topologiyası var. Cihazlar dairəvi halqa şəklində birləşdirilir. Bu belə deyim ən təhlükəli topologiyalardan biridir. Məsələn, deyək şin topologiyasında bu kabeli buradan kəsdik. Bu kabeli buradan kəsən zaman yalnız bu avadanlıq şəbəkədən uzaqlaşmış olacaq və bu avadanlıq məlumat əldə edə bilməyəcək. Buradan kəsilsə artıq bu da belə deyim artıq yararsız hala gəlir. Ancaq yenə də şin topologiyasının təhlükəsi halqa topologiyasının təhlükəsindən biraz daha azdır. Ancaq məsələn, deyək halqa topologiyasında buradan bir kabel kəsildi. Artıq məlumatın ötürülmə prosesi ümumi olaraq dayanmış olur. O görə halqa topologiyasına çox üstünlük verilmir. Ulduz topologiyasında isə elə deyil. Hər bir avadanlıq özünün ayrı bir məlumat ötürülmə kanalı olduğu üçün, məsələn, deyək bu buradan kəsildi, bu buradan kəsildi. Yalnız həmin avadanlıq təsirlənir. Digər avadanlıqlara isə heç bir təsir olmur. Şin topologiyasında və halqa topologiyasında isə qeyd etdiyimiz kimi belə getmir. Ona görə də yəni bu şin və halqa topologiyasından istifadə etmək özündə bu müəyyən qədər təhlükə ehtiva eləyir. Daha sonra gələk mesh topologiyasına. Mesh topologiyası artıq hər bir cihaz bir neçə başqa cihazı qoşulur. Məlumat yəni bir neçə cihaz üzərinə ötürülür. Bu zaman əlaqələr güclü olduğu üçün hər hansı bir kabel qoşulduqda, məsələn, gördüyünüz kimi bir avadanlığa 4-5 dənə müxtəlif kabel qoşuludur. Yəni bir kabel və bir əlaqə pozulsa belə, məsələn, deyək bundan buna birbaşa məlumat gedir. Bu iki avadanlıq arasında olan kabel birbaşa belə deyim, hansısa zədə görsə, artıq bu avadanlıq üzərindən məlumat ötürüləcək və bu isə daha güvənli və daha etibarlı bir kommunikasiya təklif eləyir. Burada detallı şəkildə yazılıb. Bütün cihazlara bir magistral kabel qoşulur. Sadə, lakin kövrək, yəni təhlükəlidir. Daha sonra star modelində mərkəzi switch və ya haba ətrafında qurulur. Ən geniş yayılmış topologiyadır. Daha sonra ring topologiyasına gələk. Cihazlar halqa şəklində birləşdirilir. Bərabər yük paylaşımı mövcuddur. Ondan sonra isə mesh, bayaq da izah etdiyimiz kimi hər cihaz digərlərinə qoşulur. Ən etibarlı, lakin ən bahalı həldir. Çünki siz burada bir çox kabel atmalısınız və bu da təbii ki, xərcləri eyni şəkildə artırır. Və burada tipik LAN-ın qurğusunu görə bilərsiniz. Yəni ofislərdə və yaxud ən basitindən evinizdə belə ola bilsin bu şəkildə görəsiniz. Məsələn, yəni hal-hazırda izlədiyiniz cihazda belə siz günün sonunda bir Wi-Fi-yə qoşulmusunuz. Bu Wi-Fi sizin router məqsədiniz belə deyim avadanlığa qoşulmusunuz. Bu avadanlıq sizin router prosesini icra eləyir. Daxildə isə sizin telefonunuzdur. Məsələn, evinizdə olan deyim ailə üzvləriniz, hər birinin bir cihazı var. Sizin bir cihazınız var, printer var, skaner var və yaxud nə bilim, notebook ola bilər və yaxud Wi-Fi qoşulan digər avadanlıqlar ola bilər. Bunların hər biri öz-özlüyündə lokal şəbəkəni təmsil edir. Günün sonunda hər biri modem dediyimiz avadanlığa qoşularaq internetə çıxış əldə eləyir. Modem isə bizim routerımızdır. Geri qalan bütün hissələr isə bizim lokal şəbəkəmizdir. Ev və kiçik ofis şəbəkələrində kompüterlər, printerlər və mobil cihazlar switch vasitəsilə birləşdirilir. Router isə bu lokal şəbəkəni internetə qoşmağa kömək edir. Daha sonra bizdə gəlir WAN anlayışı. WAN anlayışını mən növbəti videoda artıq inşallah izah eləyəcəm. İndiyə qədər olan hissə ilə bağlı hər hansı bir sualınız olsa, eyni şəkildə şərhlərdə qeyd edə bilərsiniz. Mən bacardığım qədər cavablandırmağa çalışacağam. İnşallah növbəti dərsdə görüşənədək.